Bismillah. Peyğəmbərin əxlaqı ilə bəzənək. Əgər sən Peyğəmbəri sallallahu aleyhi və səlləm həqiqətən də sadiq bir məhəbbətlə sevdiyini sübut etmək istəyirsənsə, onda onun bütün əxlaqi keyfiyyətlərini özün üçün bir nümunə və düstura çevir. Ədəbsiz söz və ədəbsiz hərəkətlərdən uzaq ol. Sənə gələn pisliyə yaxşılıqla cavab ver. Günahları əfv etməyi bacar. Həmən bir qüsur edəni danlama. Hər hansı bir cəza tədbirlərinə dərhal əl atma və onu özündən uzaqlaşdırma. Xidmətçinin, dostunun, övladının, şagirdinin, yaxud da həyat yoldaşının səninlə əlaqəsi olan işlərində yol verdikləri qüsurlara görə onları kobudcasına məzəmmət etmə. Üzərinə düşən vəzifəni yerinə yetirərkən qüsur və nöqsanlara yol vermə. Başqasının da haqqını mənimsəmə. Gülərkən az gül. Gülüşünün təbəssümdən qırağa çıxmamasına çalış. Zəifin, kasıbın və qadının ehtiyaclarını ödəməyi gecikdirmə. Onlarla yanaşı gəzməyinə də xor baxma. Həyat yoldaşına ev işlərində kömək et. Xüsusilə namaz vaxtlarında, bayramlarda və ictimai tədbirlərdə ən yaxşı paltarını geyin. Yerdə oturub yeməyə xor baxma. Allah verəndən ye və az yeməklə kifayətlən. Təkəbbürlükdən uzaq olduğunu bəyan etmək üçün hətta yer qazmaq, torpaq daşımaq kimi işlərdə, iməciliklərdə heç kəsdən geri qalma. Buna məmuniyyətlə qoşulduğunu biruzə ver. Yersiz və şişirdilmiş təriflərlə əsla öyünmə. Buna dərhal etirazını bildir. Bəndə üçün layiq, sabit keyfiyyətlərə qane ol. İnşallah ardı var. Dinləyicini yormamaq üçün burada kifayətlənməyi məqsədə uyğun bildik. Dinlənənlərin də yadda qalması üçün. Allah Azze və Cəllə müvəffəq etsin. Subhanəkə Allahümmə və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.